Tətbiqi sənətimiz yenidən canlanacaq. Artıq köhnə əl işlərimiz bərpa ediləcək, əvvəlki əsrarəngiz görkəminə qaytarılacaq. Parça, tikmə və milli geyimlərin bərpası ilə tətbiqi sənətdə yeni uğurlara imza atılır. Heydər Əliyev Fondunun da dəstək verdiyi Azərbaycanın mədəni sərvəti layihəsi çərçivəsində çox mühüm işlər görülür. Müasir texnologiyaların hegemonluq etdiyi bir dövrdə tətbiqi sənət unudulmaq üzrədir. Mövcud problem Azərbaycanda da var. Köhnə əl işlərinin sıradan çıxması, onların bərpası və yenilərinin hazırlanması üçün mütəxəssis çatışmazlığı da ciddi problemə çevrilib. Problemin aradan qaldırılması üçün isə artıq addımlar atılır. UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın mədəni sərvəti layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və usta dərslərinə start verilib. Layihəyə Heydər Əliyev Fondu da dəstək verir. Xalça Muzeyinin elmi katibi Səadət Sadiqova deyir ki, layihə Azərbaycan və UNESCO arasında olan mədəni əlaqələrin bariz göstəricisidir. Ümumiyyətlə bizim ölkəmiz 1992-ci ildən UNESCO-nun üzvüdür. Yalnız əməkdaşlığımız 1996-cı ildən ümumi UNESCO ilə Azərbaycan arasındakı memorandum imzalandıqdan sonra başlamışdı. Bu layihədə təkcə bizim muzeyin əməkdaşları deyil, Azərbaycanın bir çox öndə gedən muzeylərinin, mədəniyyət ocaqlarının və təhsil ocaqlarının başqa əməkdaşları da iştirak edəcəkdir. Nəzəri və praktik dərslər xarici mütəxəssislər tərəfindən keçirilir. 2 gün öncə Almaniyanın Dresden şəhərindən gələn tikmə və geyim üzrə bərpaçı mütəxəssis Kristina Müller-Radloff öz təlim işlərini yekunlaşdırdı. Layihənin növbəti iştirakçısı Qırğızstanlı tikmə üzrə usta toxucu İreş Gülcandır. O bizim xalçaçılara qədim toxuculuq metodlarına yiyələnməyi öyrədəcək. Bu texnikanı bilmək qədim xalçaların bərpası üçün də əvəzsiz rol oynayır. Proqramın ümumi məqsədi gənc nəsillərdə bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi, ümumilikdə muzeydə müasir beynəlxalq standartlara cavab verən bərpa mərkəzlərin yaradılmasıdır. Almaniya, Qırğızistan, Qazaxıstan və Rusiyadan dəvət olunan mütəxəssislərin mühazirə və ustad dərsləri 41 gün davam edəcək. Elman Bakovi, Teymur Hüseynov, ATV Xəbər.